Yəqin ki, sevdiyiniz məkanlarda kokteyllərin tərkibində tez-tez kordial sözünə rast gəlirsiniz. Bizin ortasında ofisiantdan soruşmayın. Biz deyək sizə. Kordial sözü 14-cü əsrdən var. Məsəl üçün o vaxt Britaniyada ürək üçün faydalı cövhərləri latıncadan cordialis adlandırırdılar. Kordial ingilis və fransız donanmalarında C vitamin çatışmazlığından yaranan dəniz xəstəliyinin profilaktikası kimi dənizçilərin rasionuna daxil idi. Çünki tərkibində limon şirəsi var idi. Binəy qədimdən kordiallar alkoqollu olsa da, 19-cu əsrin sonlarında Britaniyada İlk alkoqolsuz lime kordialı patentləşdirildi. Hansı ki tərkibində konservant qismində şəkər var idi. Bəs günümüzdə kordial deyəndə nə başa düşək? Müasir və klassik kokteyllərin əksəriyyəti sourlardır. Kordial bu sourların alkoqolsuz bazasıdır. Hansıların ki bünövrəsi 3 və ya 4 hissədən ibarət olur. 1 və ya 2 hissə alkoqol, 1 hissə turş tərkib, 1 hissə şirin tərkib. Loru dildə desək, kordial şirin və turş hissənin birlikdə halıdır. Biraz da sadələşdirsək, alkoqolsuz kordial, şirin və turş hissəsi balanslaşdırılmış, aromatik, əvvəldən tədarükdür. Həmişə içmək istəyirsinizsə, ağızla için.